Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir ki: "Ələ uxbirukum bima yamhullahu bihil xataya və yerfa biha dərəcət." Və deyir sizə xataları silən və dərəcələri qaldıran əməllər haqqında xəbər verim. Və sonra deyir ki: "Kəsratul xuta iləl məsəcid." Məscidlərə çoxlu addım atmaq. Məscidlərə gələn hər bir addım insanın bir günahını silir. İkinci addım insana bir savab qazandırır. Bu savabın da ən az miqdarı nə qədərdir? 10 miqdardır. Yəni Allah Azze və Celle deyir ki: "Əl-həsənatu bi əşri əmsalihə." Əl-həsənatu bi əşri əmsalihə. Vallahu yudaifu limen yəşə. Yəni bir həsənət 10 mislindədir, Allah sonra istədiyi qədər artırır. Bir addımına görə insan nə qədər savab qazanır? Yəni görsən 10 savab qazana bilər. Və həmçinin bax, ikinci addım insanın günahını silir. Nə qədər günah silinməyə ehtiyacımız var. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İsbağul vudu aləl məkarih." Dəstəmazı gözəl şəkildə almaq. Və insan dəstəmazı alırdı ki, bircə bu namazı qılım qutarım. Elə bir də var ki, insan dəstəmaz alır ki, yəni Rəbbimlə görüşəcəm. Allahla görüşəcəm. Deyir, bax, Allah Azze və Cellə'nin görüşünə bir gündə 5 dəfə səni öz huzuruna qəbul edir. Deyir, heç Allahdan başqası səni qəbul edərmi bu qədər? Yəni, bax, kim olur olsun? Sənin ona ehtiyacın olsun. O gündə, hər gün, gündə 5 dəfə səni qəbul edə bilməz. Ən yaxın dostlar, ən yaxın ailəlilər, hamısı görsən ki, 5 dəfə olunur, hətta bezikmə gəlir insana. Amma, bax, Rəbbimiz gündə 5 dəfə. Hətta insan səhərdən axşama qədər Allahın huzuruna dayansa, Allah Azze və Celle yəni həmişə onu qəbul edir. Fikir Allahın rəhmətindən, subhanallah lazım. Və sonra nə deyir? Dəstəmaz üzvlərinə gözəl şəkildə dəstəmaz almaq insanın günahlarını silib aparır.